Bəli, növbəti spikerimiz bayaq təriflədim bəs qədər, daha tərifləmirəm, birbaşa dəvət edirəm. Orxan müəllimi istəyirik deyə. Orxan müəllim hekayələrdən danışacaq, çox maraqlı. Buyurun Orxan bəy. Skundameri qoşuram bu arada. Kriker Xəqani müəllimdədir. Salamlayıram hər kəsi. Belə bir soyuq qış günündə bu zala belə dolu görmək həqiqətən də sevindirir bizləri. Mən Orxan Cəlalov, ABB-nin Kiçik və Orta Sahibkarlar İş Departamentində satışın rəhbəriyəm. Dəfələrlə Satforumun əvvəlki illərində iştirakçı kimi iştirak etmişəm. Amma bugün artıq spiker olaraq səhnədə sizin qarşınızdayım. Bu isə o deməkdir ki, bu forumun, burada olan spikerlərin, təşkilatçıların və mentorların bu məsələdə əvəzsiz rolu olmuş, fürsətdən istifadə edib təşəkkürümü bildirirəm. Bugünkü sizlərlə bölüşəcəyim mövzu satışın qədim alətlərindən biri olan satışda hekayə anlatma sənəti. Yəni hamımızın bildiyi storytelling barədə olacaqdır. Düşünsək ki, sonuncu dəfə nə zaman emosional alış-veriş etmişik. Yəqin ki, bu bizə uşaqlığımızı xatırladan hər hansı bir məhsul və ya özümüzə yaxın bir problemi həll etməyə vəd verən bir xidmət idi. Mütləq olaraq bu məhsul və xidmətin arxasında duran xüsusiyyətlər deyil, bunun arxasında bir hekayə var idi. Bugün mən sizə satış strategiyasında, satışın artırılmasında hekayə anlatmanın nə dərəcədə mühüm olduğunu sizlərlə bölüşəcəyim. Təqdimatımı Amerikalı yazıcı və biznes idarəçisi Seth Godinin statı ilə başlamaq istərdim. Hazırda artıq insanlar məhsul və xidmətləri satın almırlar. Onlar münasibətləri, hekayələri və sehirləri satın alırlar. Reallıq bundan ibarətdir ki, biz insanlar duyğusal olaraq alacağımız bir şeyi seçir, sonra məntiqimizlə onu əsaslandırmağa, özümüzə sübut eləməyə çalışırıq. Artıq kimisə bir şeyə almağa məcbur etmək sizin işləriniz deyil. Yəni, biz satış rəhbərlərinin, satıcıların, şirkət rəhbərlərinin artıq əsas işi kimisə nəyəsə inandırmaqdır. Hekayə anlatma isə bizi bu inanc səyahətinə çıxaran bir əsas alətdir. Və biz hekayə anlatma ilə biz faktiki olaraq emosional əlaqəni qurmağa nail oluruq. İnsanları müxtəlif taktikalarla nəyisə almağa məcbur edə bilərik. Bu, bizdə qiymət taktikası ola bilər, qorxu taktikası ola bilər. Amma əmin olaq ki, bu müvəqqətidir. Yəni, bizi daimi müştərilərlə münasibətimizi qorumağa, satışı davamlı etməyə müvəffəq eləyən bir alət var. Çünki insanlar, biz özümüz inandığımız bir şeyə, müştərilərimizi inandıra bilsək, təklif edə biləcəyimiz hər şeyi alacaqlar. Reallıq bundan ibarətdir və inandırma aləti olaraq storytelling, hekayə anlatma sənəti isə ən yaxşı inandırma alətidir. Amerikalı yazıcı, aktivist, şair Maya Angelou üzərinə bir sitatla yenidən təqdimatımı davam etmək istərdim. İnsanlar dediklərinizi unudacaqlar, insanlar nə etdiklərinizi də unudacaqlar, amma insanlar nə hiss etdirdiklərinizi heç vaxt unutmayacaqlar. Əslində, bu tək satış həyatında deyil, real həyat nümunəmizdə də bu işlək bir mexanizmdir. Məsələ nədir? Məsələ məhsul və ya xidmətinizin faktiki nə edə biləcəyi ilə bağlı deyil. Məhsul və ya xidmətiniz olduğu təqdirdə insanların nə edə biləcəyi ilə bağlıdır. Bura fokuslana bilsək, düşünürəm ki, satışımızı uğurlu edə bilərik. Sual oluna bilər, yaxşı bir məhsulu nə məğlub edə bilər? BlackBerry-nin nümunəsində öz dövranında ən məşhur telefon modeli idi. Yaxşı bir məhsulu təbii ki, yaxşı bir hekayə məğlub edə bilər. Apple iPhone modelinin timsalında bunun üzərindən bir hekayəni anlatmaq istərdim. BlackBerry xatırlayırsınızsa bir özündə təhlükəsizliyi, bir biznes modeli özündə əks etdirən bir telefon modeli idi. 2007-ci ildə Steve Jobs Apple iPhone modelini təqdim edərkən belə dedi. Apple bugün telefonu yenidən ixtira edəcək və o gün texnologiya tarixi dəyişdi. Faktiki nə dəyişdi? Dəyişən odur ki, Apple BlackBerry öz klaviaturasının sayəsində və sair funksiyaların sayəsində e-mailləri yazmağa daha rahat idi, hansısa bir iş mühitini daha asanlaşdırırdı. Lakin
Apple-ın devizi make different deyərək, yəni fərqli düşün deyərək və ekrana toxunuşu funksiyasını verərək, yəni bir texnologiyanı azadlığa çevirdi. BlackBerry reklamlarında ancaq özü çıxış edirdi, öz xüsusiyyətlərini, funksiyalarını reklam edirdi və özünü qabağa verirdi. Amma Apple isə fərdləri hədəflədi. Apple-ın reklamlarını xatırlasaq, bir ailədə uşağın videorolik düzəldərək valideynlərinə təqdim eləməyi, rəssamların iPad-də hər hansı bir rəsm əsərini çəkməyi və s. Və bununla Apple sübut elədi ki, iPhone faktiki olaraq tək bir telefon deyil, iPhone bizim həyatımızın bir hissəsidir. Və nəticədə nə baş verdi? BlackBerry tarixə qovuşdu, Apple isə bizim bu günlərim aramızdadır, yanımızdadır. Faktiki olaraq Apple-ın bu hekayəsi qalib bir hekayə ilə yekunlaşdı. Bugün Steve Jobs-dan nümunələrəm çox ola bilər. Əslində, storytellingdə bir ustad kimi tanıyırıq onu, ona görə. Steve Jobs ümumiyyətlə məhsullarını təqdim edərkən 3 hissəyə bölürdü təqdimatı. İlk növbədə problem, həll və transformasiya mərhələlərində. Problemi təsvir edirdi, onun həlli istiqamətində bir təklif və yekunda transformasiya ilə məsələni, hekayəni qalib yekunlaşdırırdı. Və burada biz Steve Jobs-un MacBook Air təqdim edərkən onun nazikliyini vurğulamaq üçün sadə bir üsul. Masanın üzərindən konverti götürdü və konvertdən MacBook Air-ı çıxardaraq dramatik şəkildə ortaya qoydu, nazikliyini vurğulamaq üçün. Və bu nəticədə tamaşaçıların beynində zəriflik hekayəsi kimi yadda qaldı və bizim beynimizdə bir yaddaşımızda həkk olunmuş qaldı. Stanford Universitetinin tədqiqatları göstərir ki, hekayələr real faktlardan 22 dəfə daha çox yadda qalan olur. Bu nə ilə bağlıdır? Real hekayələr insan beyninin əsas hissələrini işıqlandırmağı, aktivləşdirməyə bacarır. Bu, beynin həssas, duyğusal, emosional hissələrini. Və bu hissələr eyni anda işləməyə başladıqda nəticədə məhsul və ya xidmət daha yadda qalmış olur. Biz real hekayələr anlatmaq üçün faktiki taktikaların üzərindən başlasaq, hekayə anlatma sənətində bir neçə taktikalar var və bunlardan birincisi məlumata əsaslanan hekayələr. Hekayə anlatmasında müvafiq dünya praktikasında olan ölçülərdən, statistikalardan istifadə etməklə biz hekayələrimizi daha etibarlı edə bilərik. Misal üzərindən bizim həllimiz cəmi 3 ay ərzində müştəri itkisini 20% azaltdı. Burada necə baş verdi və s. Bu artıq real data üzərindən hansısa bir formada etibarı artırmış olur. Fərdiləşdirmək mütləq qaydada hekayə danışdıqda auditoriyamızı nəzərə almalıyıq. Auditoriyanın nəzərə almaqla onların real problemlərini tanıya bilsək, həmin problemlərə fokuslanmış həll və transformasiya həllini təqdim edə bilsək, bu daha effektiv olmuş olur. Fərdiləşdirməklə bağlı, auditoriya ilə bağlı müvafiq CRM, EA alətlərindən və s. istifadə edə bilərik. Gözlənti yaratma, müvafiq həll olunmayan, çətin həll oluna bilən bir ssenari, problem üzərindən hansısa bir hekayəni anlattığımızda müvafiq fasilələr vermək tamaşaçılarımızı daha belə cəlbedici etmiş oluruq və daha çox diqqətini cəlb etmiş olur. Misal üzərindən müvafiq bir situasiyada mən içəri girdim və nə olacağını hələ ki bilmirəm və s. Burada bir pauza verilir və s. Bu formada bizim hekayələrimizdə daha diqqəti cəlb etmiş edə bilərik. Bir dəfə basırsan, sonra düzəlir. O vaxtı mənim yadımdadır, hekayəndə. Etirazların aradan qaldırılması fonunda bildiyimiz odur ki, yəni müştəri nümunələrindən istifadə edərək, digər müştərimiz də bizim bu proqram təminatının inteqrasiyasında şübhə ilə yanaşırdı və düşünür ki, problem ola bilər. Lakin biz proqram təminatı çox uğurlu inteqrasiya olundu, 2 ay ərzində onun səmərəsini ölçdük və s. Və vizual hekayələrdən istifadə etmək, burada Charlie Chaplin nümunəsində biz hekayələrimizdə mütləq qaydada hansısa bir qrafikdən, videoroliklərdən, fotoşəkillərdən və s. vizuallardan istifadə etməliyik ki, bu daha yadda qalan olur. Çünki Charlie Chaplinin filmlərini xatırlasaq, faktiki olaraq filmlərdə sözlərdən istifadə etmirdi. O mimikalardan, jestlərdən istifadə edərək tamaşaçıların duyğularına toxuna bilirdi, fikirlərini onunla çatdırırdı. Və biz məhsul və xidmətlərimizi də təqdim edəndə mütləq qaydada belə bir vizuallardan, videoroliklərdən istifadə etməyimiz mütləqdir. Çünki real statistika göstərir ki, vizuallar, qrafiklər insan yaddaşında adi sözlərdən 60 min dəfə daha rahat, sürətli emal oluna bilir. Və sonuncu
insanın yaddaşında qalan nə olur? Sözlər deyil, təbii ki, belə vizuallar olur ki, insan beynini həkk eləmiş olur. Hekayə anlatmada biz yəqin ki, bu deyimə tez-tez uşaq vaxtı rast gəlmişik. Əgər dostlarınız özünü körpüdən atsaydı, 5-ci mərtəbədən atsaydı, siz də özünüzü atardınızmı? Uşaq vaxtı bu deyimi bizə valideynlərimiz onun üçün deyirdilər ki, bizi digər ətraf mühitin təsirlərindən, digərlərinin davranışından qorusunlar. Amma reallıq ondan ibarətdir ki, biz ətrafdakılarının, kənar insanların davranışlarından mütləq təsirlənirik. Satışda hekayə anlatmada da eyni ilə digər oxşar nümunələrdən istifadə etməklə digər müştərilərin davranışlarından, onların necə uğur əldə etdiklərindən barədə hekayələri danışmaqla biz müsbət belə deyək, nəticələr əldə etmiş olaraq. Və əslində biz satıcıların da əsas işi bu hekayə anlatmadır. Düzgün hekayə anlatmaq, onu düzgün balanslaşdırmaq bizim əsas işimizdir. Çünki hər hansı bir hekayə düzgün olmadıqda, auditoriya düzgün seçilmədikdə anladılan hekayə müvəqqəti olaraq hər hansı bir həyəcan yarada bilər, lakin sonradan bu qıcıq gərginliyə səbəb ola bilər. Və belə bir deyim var, 21-ci əsrin insanları tənbəl, dəli və məşğuldurlar. Yəni onların faktiki olaraq məhsul və xidmətlərinin təqdimatı ilə bağlı ciddi vaxtları olmur, heç həvəsləri də olmur. Və bu arada, bu məsələdə hekayələr bizim dadımıza, köməyimizə çatır. Walt Disney animasiya filmlərinin prodüseri, yəqin hamımız tanıyırıq. Hekayəçilər olaraq biz təxəyyül ilə nizamı bərpa edirik və təkrar-təkrar ümid aşılayırıq. Reallıqda hekayələr bir ümidin, emosional əlaqənin ümid formasının bir təxəyyülüdür. Və yekunda demək istərdim ki, satışda hekayə sizin iştirakınız olmadan sizə işləyən əsas vasitədir. Və bu gün sual oluna bilər ki, biz hekayəni tapa bilmirik və ya xatırlaya bilmirik. Əslində hekayə tapmaq, xatırlamaq, danışmaq elə də çətin bir şey deyil. Əminəm ki, hamınızın satış portfelində kifayət qədər özünüzdən razı müştəri segmenti var. Siz sadəcə razı müştərilərinizlə ünsiyyət qurub daha detallı söhbət eləsəz, niyə? Məhz onlar sizin partnyorunuzdurlar. Hansı problemlərini həll edə bilmişsiniz? Niyə sizdən razı qalıblar və s. Bu kimi mövzunun üzərində siz real satış hekayələri eşitmiş olacaqsınız və belə bazanızda bu kimi rahat, yaxşı nümunələr yaranmış olacaqdır. Hamınıza təşəkkürümü bildirirəm. Təqdimatım bu qədər. Çox sağ olun Orxan müəllim. Getmə. Hekayədən danışmışkən Orxan müəllimlə bağlı bir dənə hekayə danışım sizə. Deməli, biz bu foruma hazırlıq zamanı yığışmışıq, spikerlər çıxış eləyirlər, biz də baxırıq, danışırıq, məsləhətlər veririk. Həmin ərəfədə mən başıma gələn bir hadisəni Orxan bəylə bölüşdüm ki, Orxan, bəs bir dənə dostum var, mən bu arada reklam eləyim, Aslanov Qrup şirkətinin təsisçisi oldum, boya istehsal edirəm. Dedim ki, bəs çox yaxın bir dostuma boya üçün getmişəm ki, mənim boyamdan vurucundan deyir ki, yox da, xarici bir markanın adını çəkir ki, biz ancaq bundan istifadə edəcəyik. Dedim ki, heç nə olmaz. Getdim o boyadan aldım, RAL kodu ilə, eyni kodda, 9003. Apardım istehsala, eynisini düzəltdirdim. Onun təxminən 25 kilo vedrəsi 450 manat idi. Mən də çıxartdım, gördüm 151 manat mayası gəlir çıxır. 20% marjamı qoydum. Və istehsal prosesində telefonumun kamerasını qoşdum. Deməli, mənim vedrəmə o boyanı tökdüm. Onun vedrəsində isə öz istehsal elədiyim boyanı tökdüm, ağzımı bağladım, apardım. Qoyduq, o da ustasını çağırdı, prorabı, çəkdi divara. Bir gün keçdi, səhər getmişik, belə kağız skoç vurub, bu tərəfdə mənim boyamdır, bu tərəfdə həmin o xarici markadır. Soruşam ki, necədir ustadan? Deyir ki, müəllim, bu Alman köpəyoğlu bilir də, neyinir də. Yəni, onun boyasına bax, bir dənə iz yoxdur, mükəmməldir izi. Bu qardaş sizin dostunuzdur, mənim də dostumdur, mənim ona bir pretenziyam yoxdur. Amma desən ki, onun malını alarıq, amma Almanın malı başqadır da. Həqiqətən, mənim üçün bu ilə işləmək rahatdır. Təbii ki, prorabın üzünə vurmadım, çıxdı, getdi. Sonra Rövşənə göstərirəm ki, Roşqa, bax, həmin o vedrənin içindəki boya, təriflədiyi Alman boyası mənim boyamdır. Onun içindəkini tökdüyümüz boya isə Alman boyasıdır. Adamlar psixoloji olaraq, və bunu bir danışıram da, hekayə kimi başıma gələn bir şey danışıram. Ayrıldıq həmin o oteldən, getdik fitnesə ki, biz həm də sağlamlığımıza fikir veririk axı. Nəsə, girdik fitnesə, çıxdıq, çıxanda gördüm ki, spa bölməsində Orxan bəy oturub öz dostu ilə
Mənim danışdığım hekayənin dostuna danışır. Bayaq bunu dedim mən Zarvan müəllim hekayəni danış. Yəni hekayə o qədər maraqlı bir şeydir ki, insanların yadında qalır və məsləhət bildiyin bir şeyi ağızdan ağıza çox rahat bölüşürsən. Sualım bir dənə bundan ibarətdirsə, biz bu danışılan hekayələr var. Mütləqdirmi ki, öz başımıza gələn hekayəni danışaq, yoxsa öz deyək ki, iş yoldaşlarımızın, şirkətin ümumi başına gələn hər hansı bir uğurlu кейsi də öz keysimiz kimi mənimsəyib danışa bilərik? Mənim cavabım əsas hekayə danışmaqda əsas məqamlardan biri də emosiyanı yarada bilməkdir. Yəni əgər bir hekayə insanın öz başına gəlirsə, onu anladırsa, əminəm ki, orada tamam başqa bir emosiya yaranır, güclü emosiya və onu satışda daha effektiv olur. Amma təbii ki, bu məhdudiyyət yoxdur. Kiminsə yaxın ətrafımızın da başına gələn hekayələrdən istifadə edirik. Amma təəssüf ki, eyni emosiyanı qura bilmirik. Mən kimi danışa bilmirik. Eyni emosiyanı qura bilmirik, amma effektiv olur yenə də. Çünki hekayələr də belə deyil, limitsiz deyil, məhduddur. Və ona görə məcbur olub situasiyadan asılı olaraq digər həmkarlarımız hekayələrindən istifadə edirik. Amma öz başımıza gələn hekayə tam başqa. Təşəkkür. Çox sağ olun. Siz təşəkkür. Allah razı olsun, minnətdarıq. Maraqlı çıxışı üçün Orxan müəllimə də təşəkkür edirik.